Esselamu Aleyküm, değerli kardeşler, değerli bacılar. Biz danışmışdıq, yəni istiğfarın faydasından, Allah Taala'dan çoxlu bağışlanma diləmək bütün sıxıntıların aradan qalxmaq üçün səbəbdir. Baxın, olmuş hadisəni danışacağım. Bu həmçinin evlənən gənclərimizə də aiddir ki, evlənəndən sonra görürsən ki, ailələrində problem olur, yoldaşı ilə anası yola getmir, söhbət olur ailədə. Bütün bunların yenə də çıxış yolundan Allahdan çoxlu bağışlama diləmək lazımdır. Bir olmuş hadisəni deyim sizlərə və ibrət olsun. Bir nəfər var, deyir, evləndim bir qadınla. Qadın özü danışır bunu. Deyir, evlənəndən sonra ərimin ailəsində çox böyük problemlər oldu. Hər kəsdə səhv var idi, amma deyir, bilirsiniz, o dərəcə çatdı ki, deyir, hətta hamilə qala-qala belə bir gün ərim məni öz atam gilə apardı və məni orada tərk elədi. Düzdür, biz boşanmadıq. 2 ilə yaxın deyir, atam gildə qaldım. Çünki ailədə yaşamaq mümkün deyil. Yəni, anası, qaynanamla yaşamaq mümkün deyildi. Sonra deyir, imkan olundan sonra bir ev tutdu ayrı, yenə də bir yerdə yaşamağa başladı. Amma yenə də deyir, razı deyildilər ki, razı deyildilər. Yəni, qaynanayla həmişə problemlər, bu problemlər bitmir. Və deyir, bir gün qadın özü ki, çoxlu bağışladım Allah Teala. Dedim ki, burada yenə də bəlkə məndə səhv var, ola bilər. Allaha döndü və çoxlu deyir, dua eləməyə, istiğfar eləməyə başladım. Yəni, Allah Teala'dan çoxlu deyir, bağışlama diləməyə başladım. Yəni, gün ərzində çox, boş vaxtımda, yemək bişirərkən, evdə uşaqlara baxarkən, yəni, nə vaxt tapdım, Allah'a istiğfar dilədim. Bir gün yuxuda gördüm ki, deyir, həqiqətən də yuxuda mənə dedilər ki, deyir, hədə faracun lək, sənin üçün bir çıxış yolu var. Deyir, çox qəribə bir yuxu idi. Deyir ki, üzərindən bir neçə həftə keçəndən sonra deyir, gördüm, deyir, ərim deyir, tamamilə dəyişilib, mənlə müamiləsi dəyişilib. Hətta deyir, o qədər məni çox sevir ki, deyir, mənə deyirdi ki, ətəmənlə ən əmutə qablət. Yəni, təmənnəyirəm ki, səndən əvvəl ölüm. Yəni, mənim ölüm olası olsa, səndən əvvəl mən ölüm, sənin ölümü görməyim. Yəni, yoldaşına deyir. Hətta deyir, ailəsində də çox dəyişikliklər gördüm, deyir. Artıq deyir, mənə deyir, bütün əziyyətləri, qadın danışır, əziyyətləri də tərk elədilər, mənimlə də çox gözəl davranırlar. Mən burada gördüm ki, deyir, Allaha qayıdmağın və çoxlu bağışlama, istiğfar diləməyin faydası. Ona görə, ər-arvad münasibətlərində problemlər olanlar, qaynanadan əziyyət görən xanımlar, bacılar, səbirli olun, Allah Taala'dan çoxlu bağışlama diləyin. Çünki Peyğəmbər buyurur ki, mən ləzməl istiğfar, kim davamlı istiğfar, bağışlama diləyərsə, yəni Allah da nə edir? Allah da onu hər bir sıxıntıdan qurtarar, hər bir çətindən qurtarar və ummadığı yerdən onu ruzləndirər.